Bugün yenə maraqlı bir əsərlə qarşınızdayım. 1851-1852-ci illər arasında John Everett tərəfindən ərsəyə gəlmiş Ofelia əsəri. Bu əsərdə Shakespeare'in Ofelia obrazı rəsm edilib. Gəlin detallara nəzər yetirək. Əvvəlcə modelin əllərinə diqqət yetirək. Gördüyünüz kimi o sanki özünü taleyin ümidinə buraxıb və nə qədər şablon səslənsə də artıq mübarizə aparmamağa çalışır. Ofelia'nın başının üzərindəki söyüd ağacı tərk edilmiş sevgini, qızın əllərindəki gecikənlər onun çəkdiyi iztirabı və ağrını göstərir. Boynundakı bənövşələr isə sədaqət rəmzidir. Suyun üzərində qırmızı lalələr əbədi yuxu, yəni ölümü simvolizə edir. Bəs bu əsəri daha da dramatik edən əsas məqam nədir? Gəlin indi də onlara nəzər yetirək. Everett təbiəti maksimum real formada rəsm etmək üçün düz 5 ay təbiət qoynunda vaxt keçirib. Amma bu rəsm üçün mübarizə aparan yalnız rəssam deyil, eyni zamanda model də var idi. Gəlin indi biraz modeldən danışaq. Elizabeth Siddal su ilə dolu vannada bu rəsm üçün modellik edirdi. Vannanın alt hissəsində suyun isti qalması üçün söndükcə yenilənən şamlar düzülmüşdü. Mütəmadi olaraq şamlar söndükcə yeniləri ilə əvəz edilirdi. Lakin rəssam bir yerdən sonra rəsmə o qədər aludə olmuşdu ki, şamlar sönəndən sonra onların fərqinə varmadı və model Elizabeth soyuq su içində saatlarla qalmaq məcburiyyətində qaldı. Beləliklə Elizabeth ağır xəstələndi. Bunu öyrənən Elizabethin atası rəssama hirslənərək onu məhkəməyə verdi və bütün müalicə xərclərinin onun ödəməsini tələb etdi. Beləliklə bir rəsmi daha şərh etmiş olduq. Bəs sizcə həqiqətən də bu rəsm üçün sağlamlığından keçməyə dəyərdimi? Fikirlərinizi şərhdə bölüşün. Yeni şərhlər üçün mənə rəsmləri göndərməyi unutmayın. Hələlik!